Eğer istediğin bir nefere kömək eləyəsən, çörək verəsən, onu kameraya çəkməyə lazım deyil. Reklam eləmək lazım deyil. Aparırsan, xəlvətdə verirsən, heç o alanla bilmirsən kimsən. Allah bilsə kifayətdir. Heç yatanda yadımıza düşüb ki, ya, qonşudakı yetim görəsən ac ya tok. Heç yadımıza düşüb yatanda görəsən ki, ya, qonşuda körpə uşağı olan ana bugün yemək yedi ya, yemədi. Bir dənə yetim qız kötü, heç yadımıza düşüb gedib bir dənə cehizana, ehtiyacı olmayana aparıb başını bağışlayırıq. Bir dənə yetim evlənir, aparıb 10 manat yazdırırıq toyuna. Ki götürüb olsun, nə üçün yazdıra bilməyəcək. Bir dənə varlı evlənir, 100 dollar yazdırır. Əmanəti bunun üçün qəbul eləməmişdik ya. Əmanəti bunun üçün qəbul eləmişdik ki, yetimin toyuna 100 dollar yazdırar. Varlının toyuna 10 manat. Çünki varlının ona ehtiyacı yok. Ama yetimin ehtiyacı var. Ben müdürlərə deyim, bu tərəfi müdürlərə aiddir də. Gedirdi köynək almağa. Özü için 1 manatlıq köynək alırdı müdür. İşçi için 5 manatlıq köynək alırdı. Əmirəl-Möminin həyatı özünə 1 manatlıq alırdı. Deyərsən müdürə. Qəmbərə 5 manatlıq alırdı. Niyə? Deyirdi, birdən mən bahalı köynək geyinərəm. Nəfsim mənə deyər ki, sən qəmbərdən yaxşısan. Müdür özünü yığışdır ha. Birdən elə bilərsən, sən müdürsən. Sənin işçin, sənin nökərindir, ya səndən aşağı adamdır. Mən bağlı Allaha pənah apar. İşçi ilə gərək adam qardaş olur. Əgər qardaşlıqdan yuxarı qalxdın, ona yuxarıdan aşağı baxdın, sən əmanətə xəyanət eləmsən və Allaha qiyamətdə cavab verəcəksən. Qazandığının hamısı sənin üçün deyil. Biz gecə oturub fikirləşirik. Sabah görəsən mən işçiləri hansı fırıldaqla Allahım görəsən. İmam Kazım ağa deyir ki, işçinin maaşını təri soymamış verir. O da sərf eləmir boynu yoğunlara. Ona görə də İmam Kazım onlara sərf eləmir. Quduran insanlara bu sərf eləməz. Ona görə onlara əli vilayəti sərf eləməz. Ona görə onlara